Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, 7 sinif insan var ki, heç bir kölgənin olmayacağı o gündə Allah azza və cəllə həmin qulları öz arşının kölgəsində kölgələndirəcək. Birincisi, adil dövlət başçısı. İkincisi, Rəbbinə qulluq edərək, təmiz həyat sürərək böyüyüb yetişən gənc. Elə bir gənc ki, zinaya bulaşmayıb, haramlara bulaşmayıb, heç bir namazını buraxmır, heç bir orucunu buraxmır. Yəni, iffətli bir gənc. Qəlbi məscidlərə bağlı olan müsəlman. Bir-birlərini Allah üçün sevib, görüşmələri də, ayrılmaları da Allah üçün olan iki kimsə. Gözəl və məqam sahibi bir qadının birlikdə olmaq təklifinə mən Allahdan qorxuram deyib, yaxınlaşmayan kişi. Yəni, bunun da örnəyi Yusuf Aleyhisselamdır. Sağ əlin verdiyindən sol əlinin xəbəri olmayacaq qədər gizli sədəqə verən. Yəni, sədəqə etdiyi yaxşılığı başa qalxmayan. Elə bir sədəqə verir ki, özü və Allah'a bilir. Yəni, o qədər gizli tutmağa çalışır ki, heç sol əli belə bilməsin. Sonuncusu isə mövzumuzla əlaqəli olaraq tənha qalanda Allah'ı yada salıb göz yaşı tökən adam buyurur.